İranda təbii ki, Bəlocistanda hər zaman problem var. İndi onu separatçılıqla izah etməyə çalışırlar. Amma mən düşünürəm ki, bu yalnız separatçılıq məsələsi deyil. Burada ola bilsin ki, rejimin də yaratdığı problemlər var. Konkret Sepahın özünə olan münasibət var. Hər halda kriminal mühit var. Kriminal mühit var. Müəyyən qədər də yəqin ki, indi o separatizm də öz rolunu oynayır. Ümumiyyətlə nəzərə alsaq ki, İran ətrafında gərginlik hələ soğuşmayıbdır. Yəni mən düşünürəm ki, bunun həm rejimlə, ölkə daxili vəziyyətlə, həm də beynəlxalq məsələlərlə, yəni İranın xarici qüvvələrlə olan münasibətlərindən irəli gələn tərəfləri var. Amma bir məsələ də var ki, dediyim kimi, Sepah İranda artıq kifayət qədər nüfuzunu itiribdir. Yəni indi biz bilirik ki, Sepah uzun illər İranın o kənarda bir şia hilalı qurma işi ilə məşğul idi. Hətta bəzən Sepah dövlət içində dövlət də deyirdilər. Yəni həddindən çox onun da öz başınalığı var, nə bilim, müəyyən belə zorakılıqları var, aqressiyası var. İndi görünür, bu rejim zəifləyəndə də ondan istifadə edirlər, yəni Sepaha qarşı həmin məsələlər işə düşür. İran daxilində iqtisadi, sosial gərginliklər var, problemlər var. İranın zaten indi görürük ki, bu dini məsələlərlə də bağlı. Düzdür, prezident Pezeşkan gələndən sonra ölkə sanki bir qədər nəfəs alıb. Amma yenə də sistemin çox ciddi problemləri var. Elə indi məsələn son vaxtlar İranda bir susuzluq məsələsi yaranmışdı. Hətta belə bir məlumat var ki, artıq su qutardı. Ölkədə su bitdi, İran xaricdən su almalıdır və s. Yəni uzun illər ölkədə bir çox məsələlər həll olunmayıbdır, yığılıb üst-üstə. İndi onlar yavaş-yavaş öz təsirini göstərir. Rejimin əlbəttə bu maliyyə gəlirləri də azalır. İndi belə yeri gəlmişkən Trump bugün belə bir məlumat verdi ki, Venezuela yaxınlığında bir tanker tutulubdur. Yəni bu tankerlərə qarşı dünyada bir tanker ovu deyək də belə bir proses var. O qanunsuz olaraq neft averi ilə məşğul olan kölgə donanması. Bu məsələdə İran ümumiyyətlə hamıdan təcrübəlidir. Hətta bəzən deyirlər ki, Rusiyadır, Venezueladır. Onlar İrandan məsləhət alırlar, İran təcrübəsindən faydalanırlar. İndi yəni bu istiqamətdə də artıq sanksiyalar getdikcə sərtləşdirilir. Həmin deyək ki, tankerlər müsadirə edilir. Onların o qanunsuz neft alverinə, ölkənin iqtisadiyyatına verdiyi qatqıların qarşısı alınır. Və bütün bunlar əlbəttə ölkənin, dövlətin o maliyyə resurslarını zəiflədir, problemləri çoxaldır və bu da bir formada təbii ki, o iqtisadi göstəricilər aşağı düşəndə artıq gərginlik də artır, sosial məsələlər də gərginləşir. Yəni, mən sıxı düşünürəm ki, İranın kifayət qədər ciddi sorunları var və təəssüf ki, bu problemlər getdikcə də ağırlaşacaq, getdikcə çoxalacaq. Buna görə rejim əhəmiyyətli bir islahatlara başlamalıdır. Təbii ki, burada o milli azlıqlara qarşı olan ayrı-seçkilik də müəyyən qədər problem yaradır, narazılıq yaradır. İqtisadi vəziyyətin çətinləşməsi, sanksiyaların, İrana qarşı sanksiyaların tətbiqi öz işini görür. Heç kimə sir deyil ki, İsrail İrana qarşı kifayət qədər sərt mövqe tutur və təbii ki, dünya kamuoyunda onun mənfi təsirləri var. Bu da bir məsələdir. Ən başlıcası da əhalinin, düşünürəm ki, orada sosial problemlər hər gün sanki bir qədər çoxalır. Məsələn, İranın Xarici İşlər Naziri son günlər Azərbaycandaydı və ən azı bir fərqli bir şey. İndiyə qədər İran Azərbaycana, yaxud da digər qonşu dövlətlərə münasibətlərdə daha çox belə baskı ilə danışırdı, müəyyən təzyiqlərlə danışırdı. Sanki o da bir böyük dövlət kimi ətrafa təsir edirdi. Amma məsələn, bu son səfərdə İran artıq qonşuluqdan, dostluqdan, əməkdaşlıqdan, ticarət əlaqələrinin dərinləşdirilməsindən danışır. Əməkdaşlığın digər sahələrə də yayılmasının vacibliyindən danışır, logistika ilə bağlı. Bu artıq özü demək, müəyyən korrektlər baş verir, dəyişikliklər baş verir. Mən düşünürəm ki, bu ola bilsin daha çox prezident Pezeşkanın gətirdiyi yeni ab-havadır. Hətta indi son vaxtlar deyirlər ki, bu Abbas Arakçı da daha çox Pezeşkan kursunun doğru olduğunu anlayır və o kursa uyğun bir siyasət aparır. Yəni bu çox önəmlidir. Amma düşünürəm ki, o köhnə mühafizəkar sistem, bu sistemin təmsilçiləri hələ deyəsən
nə baş verdiyini anlamırlar. Baxmayaraq ki, 12 gün ərzində İran çox ciddi belə təzyiqlərlə üzləşdi. Ümumiyyətlə, İran dövlətçiliyinin olum-qalım məsələsi oldu. Belə bir şəraitdə belə yenə onlar öz o köhnə fikirlərindən, ideyalarından hələ imtina edənə oxşamırlar. Yəni, bu, əlbəttə, bu problemdir, bu sorundur. Ola bilsin, bəlkə də nəsillərin problemidir. Amma məncə orada rejimin də problemi var. Ümumiyyətlə, bu İran rejiminin indiki o, belə, Allah, Fars rejimi deyək, onun, mən hesab edirəm ki, İranın milli maraqlarından çox sanki hansısa kənar güclərin idarəçiliyində olduğunu müşahidə eləmək olur. Görünür, bax, bu məsələlər dəyişməlidir. Ümumiyyətlə, İran dövlətinin o siyasi paradigmaları dəyişməlidir. İndi bunu hər halda prezident anlayır. Prezidentin komandası da yəqin ki anlayır və İran xalqı da bunu istəyir. Yeri gəlmişən bir məsələni də qeyd edeyim. İran bugün dünyanın bilirsiniz də ən gənc nüfuzu olan ölkədir. Əhalinin böyük hissəsi gənclərdir və ümumiyyətlə İran cəmiyyəti kifayət qədər müasirdir, inkişaf eləmişdir, mütərəqqidir. Bu bəzən rejimlərin köhnəliyini, nə bilim o idarəçilərin köhnə zəkalığını xalqa, millətə bağlayırlar. Elə deyil. Mən deyərdim ki, hətta bu rejimlə İran xalqı arasında bir paradoks var. Çox dərin ziddiyyət var, bəli. Bəli, o ziddiyyətin də bəlkə də elə ən ciddi tərəflərindən biri də odur. Xalq dünyada nə baş verdiyini anlayır, ona uyğun bir siyasət, bir fəaliyyət istəyir. Amma dövlət mane olur. Xüsusilə o rejim əngəlləyir, bu yeniliyi əngəlləyir, dünya ilə o anlaşmanı, uzlaşmanı bəzən bloklayır və bəzən də səhv siyasətləri ilə dünyanın onlara qarşı o, deyək ki, o bloklamasını şərtləndirən addımlar atdırılır və s. Yəni, bax, bu baxımdan məncə İranda bir nömrəli bir problem idarə etməklə bağlıdır, rejimlə bağlıdır. Onu nə qədər tez anlasalar və dəyişsələr, yəqin ki, İran bu sıxıntılardan bir o qədər də tez qurtula bilər. İranda da düzdür, iqtisadi məsələlərdə müəyyən qədər azadlıqlar var, amma siyasi müstəvidə azadlıqlar yoxdur. Rejim orada xalqın istəyini, iradəsini o qədər də ifadə etmədi. Nə qədər ifadə etmirsə, bir o qədər də əslində o iradənin ortaya çıxmasına da şərait yaratmır. Yəni, biz xatırlayırıq, İranda zaman-zaman ayaqlanmalar olur. Amma bunlar nəticə vermir. Çünki rejim demokratik deyil. Xalqın istəyi ilə, onun ovqatı ilə hərəkət eləmir. Bu baxımdan da bu etirazlar sanki nəticə vermir. Hər halda, amma həm də onlar da fərqindədirlər ki, bu sonsuza qədər belə davam edə bilməz. Enində sonunda bu xalqı dinləmək lazımdır. Xalqın ehtiyaclarını anlamaq, ona cavab vermək. Yəni, belədir də, bir qayda olaraq bu liberal cəmiyyətlərin üstünlüyü nədir? Dövlət deyək ki, sosial deyil, solçu deyil. Amma dövlət azadlıqları verir, şərait yaradır. İnsanlar da özləri öz həyatlarını qururlar, öz ehtiyaclarını təmin edirlər. Yəni, ölkənin, belə deyək, önü açıq olanda, cəmiyyətin önü açıq olanda insanlar öz potensiallarını reallaşdıra bilirlər. Amma bax, bu rejimlər, avtoritar rejimlərin ən böyük eybəcərliyi nədir? Onlar təbii ki, bəzən gücləri də çatmır, cəmiyyətin problemlərini həll edə bilmirlər. Digər tərəfdən də cəmiyyətin önünü də açmırlar, çünki qorxurlar. Onların o cəmiyyətin təpkilərindən olan əndişələri imkan vermir ki, cəmiyyətin önünü açsınlar, heç olmasa onda insanlar özləri öz problemlərini həll edə bilirlər. Yəni, bax, məsələn, Çində ən azı görürsünüz, onun modelini tapdılar. Siyasi rejim var, monopoliya var, amma iqtisadi sayda azadlıqdır. İnsanlar orada istənilən Çinli gedib bir istehsalla məşğul ola bilir, nəsə yaradır, nəsə satır, ticarətini qurur. Heç bir maneçilik yoxdur. Bax, indi İranda əslində bir dini, klerikal rejim var orada. Onlar da çalışırlar, insanların bir çox məsələlərinə qarışırlar. Hətta, nə bilim, şəxsi həyatlarından tutmuş, geyimlərindən, keçimlərindən tutmuş, fəaliyyətlərinə qədər, siyasi baxışlarına qədər. Hər halda mən düşünürəm ki, dünyada bir müəyyən fərqli proseslər gedir. Ya rejim özü anlamalıdır, islahatlara getməlidir, yəni cəmiyyətin önünü açmalıdır, ya da cəmiyyət gec-tez o mübarizəsi ilə ona nail olacaq. Ən azı prezidentin, konkret Pezeşkiyanın bugün özünün hakimiyyətdə olması məncə çox ciddi bir uğurdur. Bu İran xalqının uğurudur. Əslində mən birinci gündən o qənaətdə olmuşam ki, bu rejimin istəmədiyi bir gerçəkliyi idi. Sadəcə olaraq məcbur oldular, xalq dəstəklədi, xüsusilə də güneydə olan türklər. Yəni, bax, məncə İranın dəyişməsində Güney Azərbaycan türklərinin müstəsna bir
rolu var. Bax o sadəcə olaraq uzun illər orada olan o baskı, deyək ki, təzyiqlər, bu müəyyən qədər o cəmiyyəti sanki bir növ məhdudlaşdırıb. Aynı yavaş-yavaş bu cəmiyyətin önü açıldıqca, o cəmiyyət öz mübarizəsi ilə düşünürəm ki, o vəziyyəti dəyişə bilər. Yəni, iki yolu var bütün hallarda dəyişiklərin. Bu ya yuxarıdan baş verir, islahatlarla olur, ya da aşağıdan. Xalq təzyiq edir, inqilab edir, mücadilə edir. Anlaşılan odur ki, hələlik yuxarı bunu anlamır. Deməli, qalır xalqın təzyiqi, xalqın baskısı və mən yəqin ki, vəziyyət, sıxıntılar artdıqca xalqın təzyiqi də artacaq. Yəqin ki, enində sonunda xalq öz, belə deyək də, çıxış yolunu tapacaq. Və mən ümid edirəm ki, İranda xüsusilə türklərin getdikcə rolu artacaq, fəallığı artacaq. İran həm də bir türk dövlətidir, bunu biz fərqində olmalıyıq. Yəni, oradakı o 50 milyondan çox İranda yaşayan Azərbaycan türkləri çalışmalıdırlar ki, bir formada o dizayn eləsinlər ki, o dövlət yaşasın və cəmiyyətin önü açılsın.